təbiətin bu hissəsində həm tarix nəfəs alır, həm də səssizlik sanki bir hekayə danışır. Bu qalaya qalxarkən həm də dözümlü olmaq lazımdır. Bu təbiətdə gəzərkən hər addımdan zövq ala bilir. Təbiətin ən ucqar və keçilməz guşələrinə ekstremal səyahət. Mən Ümid Süleymanov. Hər dəfə Azərbaycanın fərqli güşələrinə səyahət edərək ölkəmizin füsunkar təbiətini sizinlə birlikdə bölüşürəm. Bu dəfə yolum dumanın dağla qucaqlaşdığı, suyun daşla söhbət etdiyi, hər addımında tarixi yerlər, əsrarəngiz təbiət möcüzələri ilə bol olan İsmayıllıyadır. Mən artıq Şaxdağ Milli Parkının İsmayıllı bölməsinə çatmışam. Danışığımız əsasən burada Ələsgər müəllim məni gözləyir. Xoş gördük Ələsgər müəllim. Bizim Şaxdağ Milli Parkına. Çox sağ olun. Bundan sonraki yürüyüşümüz, indi mən sizi Cavanşir qalasına aparacağım. Orada siz macəranızın ardın davam elətdirsiniz inşallah. Bura qədər velosipedlə gəldim. Yolun qalan hissəsini yolsuzluq avtomobili ilə davam eləyəcəm. Yolumuz Cavanşir qalasındadır. Oralarda yaxın bir yerdə qalıb, gecələyib. Daha sonra isə möhtəşəm Qaranoğur gölünə doğru yoluma davam eləyəcəm. Maşından gələ biləcəyimiz son nöqtəyə çatdıq. Buradan yolun qalan hissəsini piyada davam eləyəcəm. İnşallah növbəti gün məni Qaranoğur yolunun üstündə gözləyəcəksiniz. İnşallah. Allah. İnşallah. Oldu. Görüşərik. Oldu. Sizə uğurlar olsun. Sağ olun. İndi isə macəram piyada davam edəcək. Hal-hazırda olduğumuz yerdən Cavanşir qalasının görüntüsü çox gözəl görsənir. Həmin o hündürlükdədir. Təəssüf ki, qalanın qalıqları qalıb. 7-ci əsrdə tikilib. Günümüzdən bugünə artıq onun böyük bir hissəsi təəssüf ki, qalmayıb, qalıqları qalıb. Amma yerləşdiyi məkan, yəqin ki, Cavanşir də bu məqamı nəzərə alıb. Həm taktiki baxımından, həm də görüntü baxımından çox gözəl bir yerdədir. Eyni zamanda qalanın indi çıxacağıq üstünə də. Həmin qalanın olduğu yerdən də İsmayıllı çox gözəl görsənir. Mənzərəli bir yerdədir.
Cavanşir qalası Talaslan kəndində yerləşir. Kənd çox sakit idi, hər öz işinə məşğul olurdu. Mənim çantam sanki bir həftəlik ekspedisiya əşyalarından doludur. Sanki bütün evi götürüb çıxmışam. Lakin biraz hərəkət eləyəndən sonra yada düşür ki, çay qaşığını evdə unutmuşam. Təbii ki, bu bir zarafat idi. Bir çox hallarda biz təbiətə gəzintiyə çıxan zaman bel çantamız o qədər dolu olur ki, görən düşünür, bunun içində görəsən nə var? Bir həftəlik mi gedir, 10 günlük mi gedir? Amma bir çox hallarda daha sonra xatırlayırsan ki, hansı əşyanı unutmusan. Amma çox şükür ki, mən çay qaşığından istifadə eləmirəm. Lazım olsa təbiətin bizə verdiyi vasitələrdən özümə bir qaşıq da düzəldə bilərəm və ya digər bir əşya da düzəldə bilərəm. Yenə də əsas istiqamətimiz Cavanşir qalasınadır. Yolumuza davam eləyək. Hardasa Talıstan kəndindən Cavanşir qalasına qədər 2 kilometrlik bir məsafədir. Son hardasa bir 260 metri, burada da qeyd olunub, daha çox yoxuşlu hissədən ibarətdir. Bura qədər rahat gələ bilərsiniz. Heç maşınla da istifadə eləmədən də rahat düzdür, marşrut gələ bilərsiniz. Son 260 metri yoxuşlu yollardan ibarətdir. İndi biz getdikcə siz də bunu görəcəksiniz. Cavanşir qalasına gələrkən nələrə diqqət eləmək lazımdır, o haqqda sizə məlumat vermək istəyirəm. Yaxşı olar, yürüyüş çubuqlarından istifadə edəsiniz. Əgər yoxdursa, ağaclardan özünüzə yürüyüş çubuğu düzəldə bilərsiniz. Və eyni zamanda geyiminiz də qaydasında olmalıdır. Əgər payız fəslində gəlirsinizsə, qızıl payızda bu gözəl mənzərəli, ağaclarla örtülmüş bir gözəl məkanda gəzirsinizsə, yaxşı olar yürüyüş xüsusi dağçı ayaqqabılarından istifadə edəsiniz ki, palçıq olarkən, batarkən, məsələn, sürüşmə ehtimalı ola bilər, enişli, yoxuşlu yollardan keçirsiniz, sizi yormasın, sıradan çıxmasın. Eyni zamanda geyiminiz də qaydasında olsun, çünki hava tez-tez dəyişir, dumanlıdır, yağış yağa bilər. Yaxşı olar, su keçirməz gödəkçələrdən istifadə edəsiniz. Bu məqamlara diqqət eləməyiniz vacibdir. Ona görə ki, əgər bunlara əməl edirsinizsə, yürüyüşünüzdən daha çox zövq alacaqsınız. Əsas məsələ təbiətə gəzintiyə çıxmaqdır və yola başlamaqdır. Otların üzərinə düşən yağış damlaları. Bu təbiətdə hər addım gözəldir. Əsas məsələ onu başa düşməkdir. Çünki təbiətə gəzintiyə çıxan zaman təbiət sənə bir sual verir. Həqiqətənmi bu gözəlliyi, bu möhtəşəmliyi, bu səssizliyin bizə verdiyi o gözəlliyi dərk eləyə bilirikmi? Başa düşən insan bu təbiətdə gəzərkən hər addımdan zövq ala bilir. Cavanşir qalasına qalxanda anlayırsan ki, Cavanşir təkcə hökmdar yox, həm də dözüm rəmziymiş. Çünki bu qalaya qalxarkən həm də dözümlü olmaq lazımdır. Buralardan nanə iyi gəlir. Yəqin ki, yarpız var burada. Hər buraxılışda, hər bölgədə olarkən rastlaşdığım əsas bitki deyərdim ona. Yarpızla çox tez-tez qarşılaşırıq. İndi onun iyini hiss edirəm. Otların arasında axtarmaq lazımdır. Nanəkimlər nəslindən olduğuna görə çox gözəl, ətri gəlir. Yəni, axtarmaq lazımdır burada. Aha, deyəsən tapdım.
Bax, budur. Yarpız. Baxın. Ondan biraz dərək, həmişə olduğu kimi. Yarpızın bir çox faydaları var. Məsələn, daha çox həzm problemində istifadə edilir. Həzm problemi olan insanlar üçün faydalıdır. Eyni zamanda soyuq dəyməyə və qripə qarşı da mikrob öldürücü üstünlüyü var ki, bu hallarda istifadə eləmək olar. Və ürək qan damar xəstəliklərinin, eyni zamanda qan dövranının nizama salması üçün faydalıdır. Biz də bundan biraz götürəcəyik. Yəqin ki, başqa bitkilərlə də rastlaşa bilərik. Əgər olsa, həmin o bitkiləri qarışdırıb, gözəl bir çay dəmləyib içərik operatorumla mən. İndi isə bunlardan biraz yığım. Çox gözəl, iyi var. Yəqin ki, təkcə bu yarpızlar deyil, buralarda da var. Axtarmaq lazımdır. O qədər münbit torpaqda yerləşir ki, İsmayıldır. Maşallah, hər addımda gözəl bir neymətlə rastlaşmaq olar. Biz də hələ yolumuza təzə başlamışıq, yəni piyada yolumuza. Buna qədər velosipedlə, yolsuzluq avtomobilinlə yolları qət eləmişik. İndi çox güman ki, hələ üzü Qaranohor gölünə istiqamətdə də bir çox bitkilərlə, meyvələrlə rastlaşacağıq. İndi isə hələlik bunlar mənə kifayət eləyər. Yenə deyəcəklər ki, niyə bu qədər yığdınız, niyə çox yığmadınız? Bu mənə kifayət eləyir. Mənə bəs eləyirsə, buradan keçən digər insanlar üçün də həmin bu yarpızlardan pay saxlayaq, onlar da gəlib götürə bilərlər. Təbiətin bu hissəsində həm tarix nəfəs alır, həm də səssizlik sanki bir hekayə danışır. Və biz beləliklə çatdıq Cavanşir qalasına. Qalanın tarixi haqqında sizə məlumat vermək istəyirəm. Qafqaz Albaniyasında Mehranilərin hakimiyyət dövründə 7-ci əsrdə hökmdar Cavanşir tərəfindən tikdirilmişdi bu qala və elə buna görə də qala onun adını daşıyır. İnzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Cavanşir qalası İsmayıllı rayonun Talstan kəndindən 4 km şimalda. Ağcaçayın sağ sahilində yerləşir və əsas isə iç qaladan ibarətdir. Bu qalanın hündürlüyü 10 metrdən çox, qalınlığı isə 2 metrdir. Peaches in the summertime, apples in the fall. If I can't have the girl I love, then I won't have none at all. Shady Grove, my little love, Shady Grove, I know. Shady Grove, my little love, I'm bound for Shady Grove. Shady Grove, my little love, I'm bound for Shady Grove. İndi isə tarixi bir məkandan unikal təbiət möcüzəsi olan Qaranohor gölünə yürüşə başlayıram.
gecə o qədər tez düşdü ki, bir də gözümü açdım ki, artıq hər yer qaranlıqdır. Çox təəssüf ki, özümə düşərgə qura bilmədim. Biraz baş fənərimi yandırdım, gəzdim, baxdım və belə qərara gəldim ki, bu ağacın altında gecəni keçirim. Ən azından yağış yağsa altında dayana bilərəm, bir daldanacaq kimi. Burada da ocağımı qalayaram. Həm istiliyimi təmin eləmək üçün, eyni zamanda da vəhşi heyvanlardan qorunmaq üçün və gecə meşəlik bir ərazidə, təbiət qoynunda ocaq qalamağın bir çox üstünlükləri var. Əhval-ruhiyyəmi yüksək tutmaq üçün, necə deyərlər, motivasiyamı aşağı salmamaq üçün ocağın böyük üstünlükləri var. Ona görə də vaxt itirmədən mən biraz ağac qırıntılar axtaracağam. Burada bir yer düzəldərəm özüm üçün və ocağımı qalayaram. Əgər imkan olarsa, həmin o tapdığım yarpız çiçəyindən də qəşəng bir çay dəmləyərəm. Və meşədə gəzərkən toz ağacına rast gəldim ki, onun qabıqlarından bugün ocaq qalayarkən istifadə edəcəm. Necə yanır, bunu özünüz də görəcəksiniz, şahid olacaqsınız ki, bu ağacın qabığından ocaq qalamaq üçün istifadə edə bilərsiniz. Tez alışır, əsasən də belə, necə deyərlər, rütubətli, yağışlı havalarda sizə çox kömək ola bilər. Yenə də həmişə olduğu kimi çantamızda gəzdirməli olduğumuz vacib əşyalar var. Ötən buraxılışlarda bu haqda sizə məlumat vermişdim. Həmin çantaya yenidən baş çəkirəm. Oradan çaxmaq daşımı götürmək üçün. Eyni zamanda baş fənərim də orada idi. İndi ocağı qalamaq üçün bu qabığın üstündə onu sınaqdan keçirəcəyik. Görək necə alışır. Bunu istəyirəm siz özünüz də canlı şahid olasınız. Hava yağışlı olduğuna görə fikir verirsinizsə bütün bu yarpaqlar nəmdir. Yəni burada meşənin yanma ehtimalı çox aşağıdır. Ona görə də bu torpağın üstünü bu yarpaqlarla çəkdik kənara ki, həm buranı qorusun, eyni zamanda da bu ətrafda hər bir şey yaş olduğuna görə ocağın yayılma riski yoxdur. İndi isə həmin o toz ağacının qabığında ocaq qalamağın qaydasını mən sizə izah edəcəm. Bunun üçün nə etmək lazımdır? İlk növbədə həmin bu qabığın üstünü bıçaqla qaşımaq lazımdır. Tozunu əldə eləmək üçün. Mümkün qədər biraz çox düzəltmək lazımdır ki, həmin bu tozdan yaxşı formada istifadə eləmək olsun. Və yanınızda da nazik qabıqlar olmalıdır. Hazır vəziyyətdə.